Hər vaxtınız xeyir olsun. 11 oktyabr tarixli və gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, oktyabrın 12-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gecə 14-17, gündüz isə 22-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə isə rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, hətta dolu düşəcəyi ehtimal edilir. Bəzi yerlərdə isə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 11-16, gündüz isə 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 1-6, gündüz isə 8-12 dərəcə isti olacağı gözlənilir.